çox təəssüflər olsun ki, bəzi qardaşlar görürsən, qadını elə sevir ki, o dərəcədə sevir, o dərəcədə məhəbbət göstərir ki ona, hətta yəni elə ifadələr ifadə edir ki, gəlib şirkə çıxardır. Yəni, sən olmasan ölərəm, misal üçün. Həyatım sənin üçündür. Yəni, sənsiz həyatım yoxdur, misal üçün. Bu ifadələr var bizdə. Nədən? Sevginin dərəcəsi. Vallahi gərək ən çox Allah'a sevsin insan. Allah, sən yadda saxla ki, sənə sevgini, o məhəbbəti qəlbivə salan həmin o qadın üçün, həmin o uşaq üçün, övlad üçün Allahdır, qardaşlar. Və həmin o məhəbbəti salan Allaha, hansı ki o məhəbbəti sənin qəlbivə salıb, o Allahı daha çox sevməlisən sən. O salıb sana o məhəbbəti, o verib sənə o məhəbbəti. Ona görə müstəqil şəkildə heç kimi sevmək olmaz, qardaşlar. Müstəqil heç kimi, ancaq Allah təbarək və teala. Məhəbbətdə şirk. Məhəbbətdə şirk. Allahı sevmək lazımdır. Yəni, Allah rizası üçün kimisə sevmək olar. Aydındır? Və ona görə, yəni bu ifadə, yəni bunlar hamısı, qardaşlar, yəni mövcuddur deyə danışıram. Yəni, mən özüm şahidi oluram buna. Və görürsən, deyir ki, hətta vallahi indi ibadət əhli olmasalar da, bəziləri görürsən, canından keçir filan qadın üçün. Və gedir özünü atır dağdan aşağı, misal üçün, evdən, yəni binadan aşağı atır, öldürür. Yəni, bu deməkdir ki, yəni, ya sənsən, ya ölümdür. Belə olmaz, qardaşlar, bu təhlükədir. Yəni, bu dərəcədə sevmək olmaz. Yəni, sevginin həddi var. Sevmək, müstəqil şəkildə heç kim sevmək olmaz. Ancaq Allah subhanahu və teala. Aydındır? Allah sevmək. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədir bizə. Müsəlmanları tərbiyələndirir. Deyir ki, məni hamınızdan, hər birindən çox sevməyincə iman gətirmiş olmazsınız. Nəfsinizdən, övladınızdan və bütün insanlardan. Yəni, öyrədir ki, sənə Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni, kiməsə bel bağlama, müstəqil şəkildə kimisə sevmə, məni hamısından çox sev. Aydındır? Və ona görə sahabələr Allah və Rasulü hamıdan çox sevirdilər. Yəni, heç nə onları aldatmamışdı. Yəni, insan belə özünü düzəltsə və inşallah ki, yəni, Allah subhanahu və teala ona müvəffəq edəcək, yəni, doğru sevgini, həqiqi sevgini. Yəni, hətta övlad, ona görə Allah subhanahu və teala xəbər verib ki, bunlar hamısı övladdır, mal dövlətdir, bunlar hamısı dünya fitnəsidir. Dünya fitnəsidir. Qalan salih əməllərdir, qardaşlar. Allah yanında qalan salih əməllərdir. Və ona görə buna riayət eləmək lazımdır. Sevgidə şiddətindən, sevginin dərəcəsindən ifadələri, yəni gələn ifadələri qorumaq lazımdır. Hətta elə ifadə işlət ki, yəni şirkə zada aparmasın, hətta günaha, hətta bəzən də şirkə aparıb, vallahi. Heç özü hiss etmədən şirkə düşüb insan. Məhəbbətdə şirkə. Və buna riayət eləmək lazımdır.